Sumqayıt şəhərində vətəndaş məmnunluğunun artırılması, sakinlərin narahat edən məsələlərin yerində araşdırılması və operativ həllinin təmin edilməsi məqsədi ilə növbəti görüş keçirilib. Şəhərin nümunəvi məhəllələrin birində təşkil olunan görüşdə Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhər ictimaiyyətinin nümayəndələri, ağsaqqallar və sakinlər iştirak edib. Görüşün əsas məqsədi vətəndaşların müraciətlərini birbaşa dinləmək, onların narahat edən problemlərlə yaxından tanış olmaq, mövcud məsələlərin həlli istiqamətində operativ tədbirlər görmək və sakinlərlə açıq dialoq şəraitində fikir mübadiləsi aparmaq olub. Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov bildirib ki, son illər şəhərdə həyata keçirilən geniş miqyaslı abadlıq və quruculuq layihələri Sumqayıtın simasını tamamilə dəyişib. Şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcovun tapşırıq və tövsiyələrinə uyğun olaraq müasir parkların, istirahət guşələrinin, nümunəvi məhəllələrin yaradılması, yolların və piyada səkilərinin yenilənməsi, yaşıllıq zolaqlarının genişləndirilməsi, şəhər sakinlərinin rahatlığının təmin olunmasına xidmət edir. Qeyd olunub ki, nümunəvi məhəllələrin yaradılması yalnız ərazilərin abadlaşdırılması ilə məhdudlaşmır. Bu layihələr insanların rahat istirahəti, uşaqların təhlükəsiz oyun imkanlarının genişləndirilməsi, yaşlı nəslin asudə vaxtının səmərəli təşkili və şəhərdə daha sağlam ictimai mühitin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Fərid Ələkbərov təşkil olunan görüşlərin əhəmiyyətindən danışıb. Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri Eldar İsmailov bildirib ki, ağsaqqallar daim sakinlərlə sıx təmasda olur, onların problem və qayğılarını dinləyir. İctimai həmrəyliyin möhkəmləndirilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və milli mənəvi dəyərlərin qorunması istiqamətində fəaliyyət göstərir. Görüş zamanı sakinlər çıxış edərək şəhərdə son illər həyata keçirilən abadlıq və quruculuq işlərini yüksək qiymətləndiriblər. Bununla yanaşı sakinlər yaşadıkları ərazilərdə mövcud olan bəzi sosial və kommunal məsələlərdə diqqətə çatdırıblar. Qaldırılan müraciətlər aidiyyatı üzrə qeydiyyata alınıb. Bir sıra məsələlər isə məsul əməkdaşların iştirakı ilə yerində araşdırılaraq operativ şəkildə öz həllini tapıb. Səsləndirilən digər təklif və müraciətlərində icrası nəzarətə götürülüb və aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilib. Şəmsdan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.